Rəqs konturunda. Rəqs konturu. Rəqs konturu nə deməkdir? Baxaq. Dedik ki, bu sarğacdır. İnduktivliyi var, L-dir. Və sarğacı birləşdirmişik nəyə? Kondensatora. Yəni sarğacda hansı sahə yaranır? Maqnit sahəsi, düzdür, L induktivliyi var. Bəs kondensatorda hansı sahə var? Dedik ki, elektrik sahəsi. Yəni bir növ burada elektrik sahəsi maqnit sahəsinə, maqnit sahəsi də elektrik sahəsinə çevrilir. Bunu biz rəqs konturunda müşahidə edirik. Və biz dedik ki, tutaq ki, indi burada cərəyan yoxdur, düzdür? İndi biz bunu bir dənə mənbəyə birləşdirək. Və elektrik cəryanı yaransın və burada rəqs konturunda nələr baş verəcək, onu müşahidə edirik. Dedik ki, birinci halda ilk belə bir dedik ki, elementlər batariyası qoyuruq. Yəni cəryan mənbəyi. Bax, belə bu şəkildə. Və deyirik ki, bu şəkildə. Burada deyərik bir nöqtəsi. Burada da bir dənə kondensator qoşur. Aha. Burada deyərik bir nöqtəsi. Aha. K açarını belə qoyaq. Nəyə? Belə qoyaq K açarını. Bu açar da K açar. Aha. Burada deyirik ki, iki nöqtəsi. Aha. Dedik ki, birinci halda açarı bağladıq. Zamanın 0-cı saniyəsi. 0 anında. Açarı bağladıq. Nə baş verəcək? Kondensator yüklənəcək. Burası müsbət, burası mənfi. Deməli, burada hansı sahə yaranar? Elektrik sahəsi. Deyək ki, elektrik sahəsi nədir? Burada maksimumdur. Yəni, kondensatorun enerjisinin düsturu nədir? Deyərik ki, inşallah kondensatorun enerjisinin düsturunu deyinələr və elektrik nəyə U kvadratı bölünsün 2. Daha sonra 2 var olsun U bölü 2. Daha sonra Q kvadratı bölünsün 2'si. Aha. Q kvadratı bölünsün 2'si. Bax, bunlar maksimum olur. Deməli, elektrik sahəsi maksimumdursa zamanın ilk 0-cı saniyəsində. Deməli, hansı fiziki kəmiyyətlər maksimum olacaq? Elektrik yükü və gərginlik. Maksimumdur. Onda maqnit sahəsi. Maqnit sahəsinə baxırıq indi. Bir dəqiqə bunu silin. Aha. Bəs maqnit sahəsi müşahidə olunurmu? Xeyr. Sarğacda bir cəryan varmı? Xeyr, yoxdur. Maqnit sahəsinin enerjisi sıfırdır. Maqnit sahəsinin enerji düsturu 50 kvadratı bölü 2, pi kvadratı bölünsün 2e. Yəni cəryan şiddəti və maqnit seli nə olacaq? Sıfır olacaq. Çünki yoxdur. K açarı bir vəziyyətindədir. Və bu zaman yaranan enerji, dedi ki, elektrik sahəsinin enerjisi maksimum olur. Düzdür. Bu sənə hansı enerjini verəcək? Tam enerjini də. Tam enerjinin düsturu nədir? SUM kvadratı bölü 2. Yəni elektrik sahəsinin enerjisinin maksimal qiyməti sənə tam enerjini verir. Deyəcəyik ki, QM-in kvadratı bölünsün 2S. Deyəcəyik ki, QM vurulsun UM bölünsün 2. Doğru, getdi. Bu bir vəziyyətindədir. İndi K açarı bir vəziyyətindən götürüb iki vəziyyətində aparırıq. Bir vəziyyətindən ayırıb quşuruq iki vəziyyətinə. Aha. Bu səfər nə olacaq? Sarğacda cəryan yaranacaq və bir müsbət yüklə i-nin istiqaməti budur. Aha. Bu zamanın neçədə bir hissəsidir? Buna deyərik zamanın 1/4 hissəsi. Və zamanın 1/4-də onda elektrik sahəsinin enerjisi olacaq 0. Aydındır.
birinci halda yüklədik. Burada artıq müsbət yüklər hamısı gələcək bu tərəfə və burada maqnit sahəsi yaranacaq. Maqnit sahəsi yaranacaq induksiya cərəyanı vasitəsilə. İnin istiqaməti də aşağı olacaq, kondensator boşalacaq və sarğac tamamilə dolacaq. Və deyərik ki, elektrik sahəsinin enerjisi sıfırdırsa, onda gərginlik də sıfırdır. Çünki kondensator tamamilə boşalacaq və elektrik yükü də sıfırdır. Onda maqnit sahəsinin enerjisi maksimumdur. Maqnit sahəsinin enerjisi maksimumdursa, ondan keçən cəryan şiddəti də maksimumdur. Həmçinin F'nin qiyməti də nədir? Maksimumdur. Onda maqnit sahəsinin enerji düsturu, deyin elə maqnit sahəsinin enerji düsturu L kvadratı bölünsün 2, fi kvadratı bölünsün 2L, fi vurulsun I bölü 2. Aferin. Fi vurulsun I bölünsün 2. Bu bizə verəcək hansı enerjini? Maqnit sahəsi enerjisi maksimumdur axı. Bizə verəcək tam enerjini. Yəni həmin o tam enerjinin düsturları bu şəkildə qeyd edirik. Deyərik ki, V tam enerji bərabərdir LIM kvadratı bölü 2 bərabərdir fi M kvadratı bölü 2 bərabərdir bölü 2L bərabərdir fi M vurulsun IM bölünsün 2. Ümidvaram başa düşdünüz. Və artıq təkrar bunu birə birləşdirmək lazım deyil. Çünki artıq dövrədə elektrik cəryanı var. İndi bu cəryan buradan axırdı bura. Bu sarğacda induksiya cəryanı yarandı, maqnit sahəsi yarandı və nəticə etibarilə təzədən bu tərəf var, bu tərəf. Bu tərəf müsbət yüklənər, bu tərəf mənfi yüklənər. Yəni artıq kondensator təzədən yüklənər. Aydındır? Əgər biz naqili Bəs deyə zamanın 1/4 hissəsində bu WY 0 olur. Hə. İlk öncə kondensator yüklənib. Biz burada kondensatoru doldurduq, düzdür? Bu bir vəziyyətində olanda kondensator dolmuşdur. Yəni zaman 0-cı anında artıq kondensator maksimumdur. Yəni orada elektrik sahəsi maksimumdur. Kondensator tam dolandan sonra artıq proses özü sərbəst hərəkət icra edir. Yəni artıq 2 vəziyyətinə gətirdikdə artıq bu kondensator boşalmağa başlayacaq. Və bu yüklər bu naqildən axaraq bu sarğacda induksiya cəryanı yaradır və burada maqnit sahəsi dəyişir. Maqnit sahəsi dəyişdiyinə görə o da uyğun zamanın 1/4 hissəsinə. Ümumiyyətlə çevrənin bir çevrə dedik ki 4 hissədən ibarət deyil. Bax. Deyərik ki, tutaq ki A, B, C, D. Bax, bura olacaq 4/1 T. Bura olacaq 2/1 T. Bura olacaq 4/3 T. Burada olacaq tam periyod. İlk buradan başlamışıq, təzədən bura qayıdarıq. İlk başladığımız yerdə elektrik sahəsi maksimumdur. Kondensatorda toplanan yüklər də maksimumdur. Cəryan ki, artıq 2 vəziyyətinə gətirdik. Zamanın 2/1 hissəsində artıq sarğacda maqnit sahəsi yaranmışdır. Ondan sonra artıq cəryan bu tərəfə axmağa başlayacaq. Bu kondensatorun bu hissəsi müsbət yüklənəcək. Bu hissəsi müsbət, bu hissəsi isə mənfi yüklənəcək. Təzədən kondensator tam yüklənənə kimi bu proses davam edəcək. Artıq kondensator tam dolanda elektrik sahəsi təzədən maksimum olur. Və Q də maksimum olur, U da maksimum olur. Onda deyərik ki, maqnit sahəsi 0 olur. Yəni, sarğacda artıq cəryan olmayacaq. Onda I 0 olacaq, Fi 0 olacaq. Naqildən cəryan axmayacaq. Çünki kondensator dolur. 3-də isə, 4-cüdə isə zamanın 4/3 hissəsinə uyğundur ki, zamanın 4/3 hissəsində təzədən elektrik 0-dır, yük 0-dır, gərginlik 0-dır. Sonra maqnit maksimumdur, I maksimumdur. Bir də bunları yazmıram, Fi maksimum. Zaman tam periyodunda T bərabərdir T hissəsində elektrik maksimumdur, Q maksimumdur, U maksimumdur. Hamısını yazaq. 0, Fi 0, I 0. Və məsələn 6. Baxın uşaqlar, proseslər var ha. Məsəl üçün 2/1-dən 4/3-ə keçəndə orada hansı enerji olacaq? Həm elektrik olacaq,
həm də nə? Maqnit olacaq. Və bu ikisinin cəmi bizə nəyi verəcək? Tam enerji. Məsələn, 4-də 3-dən T-yə gələndə həm elektrik olacaq, həm də maqnit olacaq. Bu bizə nəyi verəcək? Tam enerjini. Yəni elektrik olacaq SU kvadratı bölü 2 məsələn. Maqnit də olacaq fi kvadratı bölünsün 2L bərabərdir nə? Tam enerjinin özünə. İndi tam enerjinin yerinə belə də yaza bilərsən. SU kvadratı bölü 2 plus məsələn L kvadratı bölü 2 bərabərdir QM kvadratı bölünsün 2S məsələn. Və ya SUM kvadratı buna aid məsələlər var və gərginin ani qiyməti verəcək, maksimal qiyməti verəcək SUM kvadratı bölü 2. Aydındır. Yəni bu cür məsələlərdən rast gəlinə bilərik. Ona görə də bunu yadda saxlayın. SU kvadratı bölü 2 plus L kvadratı bölü 2 bərabər SUM kvadratı bölü 2 və ya əksinə SU kvadratı bölü 2 plus Li kvadratı bölü 2 bərabərdir Lim kvadratı bölünsün 2. Cəryan şiddətinin maksimal qiyməti. Bir xüsusi hal var ki, dedik ki, kiçik T bərabərdir 8'də 1, böyük T olanda elektrik sahəsinin enerjisi maqnit sahəsinin enerjisi bərabərdir. Buna aid biz deyərik ki, gərginliyin və cəryan şiddəti hansı qanunla dəyişdiyini biləndən sonra elektrik və maqnit rəqslərinin də hansı qanunla dəyişdiyini bilərik və orada bunu tam deyərik. Deyərik ki, burada tam enerji nəyə bərabərdir? Elektrik sahəsinin enerjisinin yarısına və ya maqnit sahəsinin enerjisinin yarısına. Bu oldu rəqs konturunda enerji çevirmələri. Bəs yaxşı. Biz dedik ki, elektromagnet rəqsləri nə deməkdir? Dedik ki, elektrik, gərginliyin, elektrik yükün və cəryan şiddətinin sinus və ya kosinus qanunla dəyişməsi elektromagnet rəqsləri adlanırdı. Düzdür? Yaxşı, elədirsə, onda gəl dəyişək. Tutaq ki, rəqs konturunda elektrik yükü və bu qanunla dəyişir. Q bərabərdir Qm kosinus omega T. Bəs cəryan şiddəti hansı qanunla dəyişər? Biz dedik ki, gərginliklə eyni fazada rəqs edən hansı olacaq? Elektrik yükü. Elektrik yükü və gərginlik. Düzdür? Əgər elektrik yükün bu qanunla dəyişirsə, U bərabərdir nədir? Q bölünsün S deyil. Onda burada yazsam ki, Q bölünsün S bərabərdir. Bu olacaq Qm kosinus omega T bölünsün S. Qm'in S'yə nisbəti UM'i verər də. Onda bu olacaq U bərabərdir UM kosinus omega T. Yəni, deyərik ki, əgər elektrik yükü hansı qanunla dəyişərsə, gərginlik də həmin qanunla dəyişir. Rəqs konturunda. Eyni fazada rəqs edirlər. Bəs yaxşı. Elektrik yükü və gərginliyin varsa, bəs hansı enerjini mən bilərəm? Elektrik sahəsinin enerjisini mən tapa bilərəm də. Onda elektrik sahəsinin enerjisi bərabərdir. Tutaq ki, deyirəm ki, SUM kvadratı bölü 2. Üzr istəyirəm, SU kvadratı bölü 2. Bu da bərabərdir. O'nun yerinə nə yazıram? OM kosinus omega T. Bu mənə verəcək S OM kvadratı kosinus kvadratı omega T bölünmüş 2. SUM kvadratı bölü 2 sənə verir nəyi? Hansı enerjini uşaqlar? Tam enerjini verir. Deməli, əgər gərginlik rəqsləri kosinus və ya elektrik yükü rəqsləri kosinus qanunla dəyişərsə, elektrik sahəsinin enerjisinin rəqsləri də kosinus kvadratı omega T qanunla dəyişər. Bunlar təkcə kosinus qanunla dəyişir. Xeyr, sinusdan da dəyişə bilər. Sinusdan dəyişsə, hamısı sinuslaşacaq. Aydındır. Qrafiklərinə baxırıq. Deməli, elektrik yükünün zamana görə qrafiki deyərik ki, kosinusun qrafiki olacaq. Kosinusun qrafiki də buradan başlayır. Nəyi başa düşmürsünüz? Sual verin, uşaqlar. Eyni ilə gərginliyin də qrafiki belə olacaq. Gərginliyin də qrafiki belə olacaq. Kosinus kvadratıdır. Eyni ilə elektrik sahəsinin enerjisinin qrafiki də zamana görə kosinus qanunla dəyişəcək. Kosinus kvadratın qrafiki necə olacaq bəs?
Bax görürsünüz, aşağı düşməz, kvadratdır deyə mənfi olmaz. Aydındır? Bəs tam enerjinin zamana görə qrafiki necə olacaq? Tam enerji zamana görə deyərik ki, asılı deyil. Əla. Buraya qədər problemimiz yoxdursa davam edək. Biz artıq buna görə gedək. Çünki burada gərginlik kosinus qanunla dəyişdik. İndi gəlin cərəyan şiddətini tapaq. Bunu saxlayıram biraz da. Yavaş yavaş indirim aşağı. Aha. Dedik ki, gərginlik kosinus qanunla dəyişərsə, bəs maqnit sahəsində nələr baş verər? Deyik ki, cərəyan şiddəti gərginliyin birinci tərtib törəməsidir. Əla. Və biz gərginlik kosinus qanunla dəyişmişdik. Qm kosinus omega t'nin bütövlükdə törəməsi bərabərdir. Qm sabit ədəddir, qalır yerində. Düzdür? Qm ilə işim yoxdur. Qm'i yazıram. Omega t'dən törəmə alıram. Çünki bu dəyişəndir. Burası kosinusdan da törəmə alanda mənfi sinus omega t. Diqqətli olaq burada. Omega t'dən törəmə alsaq omeganı verəcək. Olacaq mənfi Qm vurulsun omega sinus omega t. Əgər i bərabərdir yazmışamsa, burada nə yazmalıyam? İm yazmalı deyil, hə? Onda bax, bu məşhur düsturda, buna aid suallar düşür. Cərəyan şiddətinin amplitud qiyməti. Amplitud düsturu. İm bərabərdir. Qm nədir? Omegadır. Omeganın düsturu nədir? Aha. Omega'nın düsturu burada yazdım. Omega neye beraberdir? 2 pi bölünmüş inşallah. Veya 2 pi. Omega'nın adı nedir inşallah? Omega'nın adı nedir? Bucaq sürəti. Dövri tezlik deyirik burada. Aydındır. 2 pi bölünmüş böyük T vurulsun Qm. Veya 2 pi nü vurulsun ne? Qm. Ve asılların hamısı mövcuddur. İm burada Qm'dən də asılıdır. İmin cəryan şiddətinin amplitud qiyməti elektrik yükünün amplitud qiymətindən və omegadan və nüdən düz asılıdır. Periyoddan da tərs asılıdır. Allah. Və indi gəldik düsturumuza. Dedik kosinus Q kosinus qanunundan dəyişirsə, bəs I hansı qanunundan dəyişər? I bərabərdir mənfi im sinus omega t. Aha. Bəs biz hardan bilək ki, nəyi qabaqlayıb? Biz bunu bilmək üçün nə etməliyik? Bunu gətirməliyik kosinus qanununa da. I bərabərdir im kosinus pi bölə 2 plus omega t. Nə yaşar? Onda deyirik ki, bax, kosinus pi plus alfada, pi bölü 2 plus alfada kosinus sinusa çevrilir. 90 plus alfada. Və ikinci rütbədə kosinus mənfidir. Elə bu mənfi sinus omega t'ni verir də. Yəni bundan bu eyni bir anlayışdır. Bəs biz niyə gəldik kosinusa? Çünki gərginliyim hansı qanunla dəyişirdi? Gərginliyim kosinus qanunundan dəyişirdi. Mən bilim ki, cəryan şiddəti gərginlik rəqslərini nə qədər qabaqlayır? Və müəyyən etdim ki, cəryan şiddəti gərginlik rəqslərini pi bölü 2 qədər qabağa salır. Yəni, cəryan şiddəti gərginlik rəqslərindən pi bölü 2 qədər qabaqda olur. Onda i'nin t'dən asılı qrafiki. Necə olacaq? Bunu bilirik artıq. Mənfi sinusdur. Burada tapmışıq. Mənfi sinus qrafikini çəkirik. İndi qabaqlamaq, geridə qalmaq, onun necə kəsmək, hansı formada olur, onu izah edəcəm. Cəryan şiddətini bildiksə, burada İM-dir inşallah. Bayaq da Q-də qeyd eləmədim. Yəni, burada mənfi İM. Aha. Bəs maqnit seli, çünki maqnitdir axı, İ ilə fi eyni fazada rəqs edirdi. Maqnit seli də fi bərabərdir nədir? L vurulsun İ deyil. Onda fi bərabərdir. L vurulsun İM kosinus L vurulsun mənfi L vurulsun İM sinus omega t sinus omega t. Yəni biz artıq bilirik ki, burada İM'in yerinə də QM omega yazsam Fi'min düsturu alınır. Fi'm bərabərdir L vurulsun İM və ya L vurulsun QM vurulsun omega. Fi'min maksimal qiymətinin düsturu rəqs konturunda. Və
Burada da fi beraberdir. Fi m menfi. Bir de gel. Menfi fi m sinüs omega t. Ve fi'nin de t'den asıllılık grafiki. Fi'nin de t'den asıllılık grafiki menfiden başlayır. Bakın uşaqlar. Menfiden başlayır. Gelir. Burası menfi fi m. Burası müsbət fi m. Bəs yaxşı. Dedik ki fiil de tapandan sonra maqnit sahəsinin enerjisini də qoy deyim. Maqnit sahəsinin enerjisi fi kvadratı bölünsün 2L olduğunda beraberdir. Fi de Fm sinüs omega t olduğunda olacak tam enerji vurulsun sinüs kvadratı omega t. Ve maqnit sahəsinin enerjisi sinüsün kvadratı olduğuna göre sinüs qanunundan dəyişər. Sinüs qrafiki də sıfırdan başlayır. Ve maqnit sahəsinin enerjisini de dedik. Buraya kadar bir problem var mı? İnşallah. Buraya kadar bir çətinliğimiz var mı? Yoksa onda biz devam edəyək. Deyək ki, silirəm lövhəni artıq. İndi bu kəsmə prosesini deyim. Hansı nəyi qabaqlayır, nə qədər qabaqlayır və orada necə kəsilir. Məsələn, indi tutaq ki, rəqs konturunda deyirəm ki, elektromagnetik rəqsləri hər hansı bir qanunla dəyişir. Gərginlik olsun və ya elektrik yükü olsun, fərqi yoxdur. Tutaq ki, elektrik yükü sinüs qanunla dəyişir. Mən sizə sual verirəm. Q bərabərdir. Biz kosinüs üçün hamısını təyin elədik. Hala görək başa düşmüsünüz. Q bərabərdir. Qm sinüs omega t ilə dəyişir. Aha. Gərginlik hansı qanunla dəyişir uşaqlar? Sinüs. Yəni o bərabərdir. Om sinüs omega t. Bəs elektrik sahəsinin enerjisi? Bu da elə. Aha, tam enerji vurulsun sinüsün kvadratı. Kvadrat. Aydındır, kvadratı yaddan çıxartmayın. Bəs yaxşı, əgər belədirsə, mən avtomatik deyə bilərəm ki, onda maqnit sahəsinin enerjisi hansı qanunla dəyişir? Kosinüs qanunuyla. Çünki elektrik sinüslə dəyişirsə elektrik sahəsinin enerjisi, maqnit sahəsinin enerjisi də kosinüs qanunla dəyişir. Bu qədər. İndi gəl cəryan şiddəti və maqnit selini tapaq. Necə tapırıq? Dedik ki, elektrik sahəsində elektrik yükləri sinüs qanunla dəyişir, rəqs konturunda daha doğrusu. Sinüs qanunla dəyişdik. Bəs yaxşı. Cəryan şiddəti rəqs konturunda cəryan şiddəti elektrik yükü rəqsəni nə qədər qabaqlayır? Pi bölü 2 qədər qabaqlamır. Pi bölü 2 neçə hissədir? Çevrənin neçədə bir hissəsidir? 90 dərəcədə baxın. 4 dənə hissəyə bölürük çevrəni. Hər hissə 90 dərəcədir. Yəni bir dilim. Baba, bir dilim. Bir dilim kəsməliyəm. Nədən? Baba, bölürük dilimlərə. Məsəl üçün, bu qrafikdə neçə dilim var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dilim var. Bir dilimi kəssəm, bir dilim də buradır. Baba, düz bura qədər. Bax, düz bu hissə. Onda cəryan şiddətinin zamandan asılı qrafikini çəkilən baba bu şəkildə olar. Baba. Bu hansı qrafik olacaq? İnin t'dən asılı qrafiki, inin t'dən asılı qrafiki boy müsbət kosinüs imiş ki. Görürsünüz? Çıx, tapdım. Başa düşdünüz uşaqlar? Hə? Bəli, bəli. Allah. Deməli, cəryan şiddətinin rəqslərini qorumaq üçün elektrik yükün rəqslərindən pi bölü 2 qədər kəsməliyəm. Qutardı, getdi. Bəs fi də elə eyni ilə bunun kimi olar. Bəs indi 4 dilimin 4-cü hissəsi. Baba, bu bir dilimdir. Onu da bölürük. İndi kosinüs qrafikində. Bax, bu rəqsin periodu nə qədərdir? Bax, məsələn, bu təzədən çəkeyim. Tutaq ki, indi
Əlbəttə ki, finin də T'dən asılı qrafiki kosinus qrafiki olar. Elə fi'dən göstəreyim. Aha. İndi dedik ki bu bir dilim. Bu ikinci dilim. Bu üçüncü dilim. Dördüncü dilim tamamlandı. Dördüncü dilimin tamamlandığı yer ne adlanır? Bu nöqtə. Ne adlanır? Rəqs periyodu. Bir periyodu. Yani bir periyodu bu grafikte. Mesela mənə versə ki gərginliyin zamandan asılı grafiki bu şəkildə. Bu şəkildə vereyim. Və buraya yazılıb ki 2, buraya yazılıb ki 4, buraya yazılıb ki 6, buraya yazılıb ki 8, buraya yazılıb 10, burada yazılıb 12. Periyodum nə qədərdir? 8. Çox qutardı getdi. Periyod 8'dir. Aydındır. Başa düşdük uşaqlar. İndi keçdik növbəti anlayışa. Burada rəqs konturunda burada maqnit sahəsinin enerjisi deməliyim. Cəryan şiddəti kosinus qanunundan dəyişirsə, maqnit sahəsinin enerjisi də hansı qanundan dəyişər? Kosinus kvadratı omega t ilə dəyişir. İfsə. Bu da belə. İndi bəs rəqs konturunda baş verən proseslər bu şəkildədir. Tam enerjinin hamısını dedik. Bir də enerji sıxlığı. Deyək. Soru var idi uşaq. Elektrik sahəsi üçün. Və elektrik bölünsün həcmidir. Düzdür? Və biz elektrik sahəsi üçün də demişdik ki epsilon 0 y kvadratı bölü 2'dir. Bir də maqnit sahəsi üçün deyərik də. Maqnit sahəsi üçün necə olacaq? V maqnit bölünsün V'dir. Bu da bərabərdir nəyə? B kvadratı bölünsün 2 mü 0. Onda elektrik sahəsinin enerji sıxlığı rəqs konturunda elektrik sahəsinin enerji sıxlığı isə belə olacaq. Həm elektrik sahəsinin enerjisi, həm maqnit sahəsinin enerjisi bölünsün bir də nəyə? Həcmə. Yəni bu düsturum olacaq nə? Epsilon 0 y kvadratı bölü 2 üzərinə gəl nəyə? B kvadratı bölünsün 2 mü 0. Bu düstur bizə lazım olar ha. Enerji sıxlığının da vaydı joule bölünsün metrin kubudur. 1 joule bölünsün metrin kubu. O da eləyir Newton bölünsün metrin kvadratı çevirsək. Enerji sıxlığı üçün də dedik. İndi məsələn belə bir şey deyim sizə. Tutaq ki gərginliyin zamandan asılı qrafiki verilib. Gərginliyin zamandan asılı qrafiki tutaq ki bu şəkildə olsun. Buna aid də sual düşür ha. İnşallah. Burada deyilir ki 1 nöqtəsi. Burada deyilir ki 2 nöqtəsi. Burada deyilir ki 3 nöqtəsi. 4 5 olsun. Aha. İndi burada elektrik yükü harda maksimumdur? 1'də, 3'də, 5'də. Deməli 1'də bu 3'dür, bəli. Küp maksimumdur, düzdür? Küp maksimumdur. Harda? 1, 3, 5. Küp maksimum olanda i nə olur? Küp maksimum olanda i nə olur? Minimum. Bəli. Bax, gəl necə minimum olur? Gəl baxaq hala. İ'nin T'dən asılı qrafiki. Bunda bir dilim kəssəm, bir dilim düşəcək bura, bura. Düzdür. Onda i hansı qanunla dəyişəcək? Mənfi sinus. İndi bu qrafikdən i qrafikinə keçsək, onda nə baş verəcək? Bura olacaq 1 nöqtəsi. Qırmızı götürüb. Bura olacaq 1. Bura olacaq 2. Bura olacaq 3. Təpə nöqtəsi olacaq 4.
Burada olacaq 5. Deməli 1, 3, 5-də i nə olur? Q maksimumdursa i nə olur? 1, 3, 5-də 0 olur. Aydındır. Yaxşı, Q 0 olanda Q harada 0-dır? 2 ilə 4-də. Ala. Q 2 ilə 4-də 0-dır. Onda 2 ilə 4-ə baxın. 2 ilə 4. Görürsünüz? I nə olub 2 ilə 4-də? I maksimum olub. I maksimumsa fi maksimum olur. Fi maksimumsa W maqnit sahəsinin enerjisi maksimum olur. Burada I sıfırdırsa deməli maqnit sahəsinin enerjisi sıfırdır. Bir də fi sıfırdır. Onda burada gərginlik də maksimumdur. Elektrik sahəsinin enerjisi də maksimumdur. Aydındır uşaqlar. Başa düşdük bunu. Bəli, bəli. Ala. Başa düşdüksə bura qədər sualımız var mı uşaqlar? Sualınız yoxsa keçək digər proseslərə. Xeyr, mən. Ala. Deyirik ki, indi uşaqlar məşhur düsturdur. Thomson düsturu. Aha. Thomson düsturunda hansılar? Rəqs konturunda periyodun düsturu. Bunda hansı şəkildə olar? Böyük T bərabərdir. Nəyə? 2pi və məşhur düsturda kök altında L vurulsun C. Rəqs konturunda periyodun düsturu. Əgər periyodu bildirsə tezliyi də tapa bilərəm də. Nü nəyə bərabərdir? 1 bölünsün 2 pi kök altında L vuracağız. İfsi. Biri biraz kutuda yazın. Nədir? Hamısını deyərik. İndi bəs yaxşı. Dairəvi tezlik Bu pi gedər elə bil ki. 2 pi'lər ixtisara gedər. 1 bölünsün elcə qalır. 1 bölünsün kök altında eləcək. Taarrüdü getdi. Buna dedik ki, rəqs konturunda periyod, tezlik və dairəvi tezliyin düsturu. Əsasən də Thomson düsturu budur. Digərləri də bundan çıxır. İndi deyirik ki, L nədir burada? İnduktivlik. İnduktivlik. C nədir burada? Elektrik tutumu. Elektrik tutumu. Necə mütənasibdir? Kök altı mütənasibdir. İndi tezliyi də L-dən və C-dən necə asılıdır? Bir-bir qurmuram bir də qrafiki tərs asılıdır. Dairəvi tezlik, yəni omega vaidi ki, hertzdir. L-dən və C-dən necə asılıdır? Yenə də deyirik ki, tərs asılıdır. Aha. İndi biz kondensatorun içərisini dielektrikdən doldura bilərik. Və ya o sarğac ki var idi ya, o sarğacın içinə bir dənə nə ferromaqnit içlik daxil edə bilərik. Aydındır. Onda düsturumuz dəyişəcək də. Başa düşdük. Məsələn, belə deyək də, biz ayrılıqda deməyək, elə birbaşa deyirəm. Bax, periyodun düsturu T bərabərdir 2 pi kökün altında içlik daxil edəsəm induktivliyin düsturu olacaq nə? Mü S0, düzdür. Kondensatorun içini dielektriklə doldursam, epsilon 0 S bölünsün D olur. Eyni şey siz başa düşdünüzsə uşaqlar bunu hamısını bir dəfəlik yazdım ha. Nü bərabərdir 1 bölünsün 2 pi kökün altında L'in yerine yazdım mü S0 vurulsun epsilon 0 S D qalxacaq yuxarı. Aha. Kök altında D qalxacaq yuxarı. Belə yazdım da bunu. Aha.
D bölünsün. Belə. Omega nəyə bərabərdir bəs? Yenə eyni olar. Bəli. D bölünsün. Mu S0 epsilon. Epsilon 0 S. Və buradakı tezlik, dairəvi tezlik və dövri tezlik bunların hamısından asılıdır. Bax, müdən də asılıdır, epsilondan da asılıdır, D-dən də asılıdır, S-dən də asılıdır. Hamısı. Aydın da bir də onları qrafini qurmuram. Vaxtımız getməz. Başa düşdük mü uşaqlar? Problem varmı? Bəs yaxşı. Bəs yaxşı. Belədirsə, onda deyərəm ki, period ki var ha, rəqs konturunda period. Gərginliyin amplitud qiymətinə, o M-dən, perioddur, tezlikdir, dairəvi tezlikdir. Bunlar o M-dən, QM-dən, IM-dən, FIM-dən asılıdırmı? Xeyr, asıl deyil. Yadda saxlayın. Rəqs konturunda dairəvi tezlik, period və dövri tezlik gərginliyin maksimal qiymətindən, elektrik yükün maksimal qiymətindən, cəryan şiddətinin maksimal qiymətindən və maqnit selinin maksimal qiymətindən asılı deyildir. Şimdi qutardı, getdi. Aydın uşaqlar. Problem var mı? Bəli. Aha. Problem yoxdursa onda davam edelim. Rəqs konturuna aid sual yoxdursa keçək elektromagnetik dalğalarına. Yəni, rəqs konturu bu qədərdir. Əsas şeylərdə dedik. Keçdik elektromagnetik dalğalara. Uşaqlar, rəqs konturuna aid sualınız var mı? Varsa deyil. Aha, yoxdursa keçək elektromagnetik dalğalara. Elektromagnetik dalğaları da biraz geniş bir mövzudur. Aha. Elektromagnetik dalğalar. Al. Dedik ki, ümumiyyətlə biz bundan əvvəl keçmişdik mexaniki dalğa. Mexaniki dalğa nə idi? Mexaniki dalğa mühitdə yaranırdı. Hansı ki, bərk, maye və qaz olan mühitdə yayıla bilirdi. Amma vakuumda yayıla bilmirdi. Mexaniki dalğa vakuumda yayılmır. Bəs vakuumda yayılan dalğa hansıdır? Dedik ki, vakuumda yayılan dalğa elektromagnetik dalğasıdır. Və ən böyük sürətlə yayıla bilir. Elektrik sahəsinin zamana görə dəyişdiyi bütün hallarda maqnit sahəsi yaranır. Dəyişən elektrik sahəsi və maqnit sahələri birlikdə maqnit sahəsi əmələ gətirir. Yəni dedik ki, dəyişən elektrik və maqnit sahəsi elektromagnetik dalğaları yaradır. Aha, elektromagnetik dalğasının yaranmasının əsas şərtləri hansılardır? Yüklü zərrəciklər, deməli 1. Yüklü zərrəciklər tərəfindən yaranılır. Yüklü zərrəcik olmalıdır. Şərtlərdir ha. Elektromagnetik dalğasının yayılmasıdır. Zərrəciklər yüklü olmalıdır, elektromagnetik dalğası şüalandıra bilsin. 2. Həmin yüklü zərrəciklər təcillə hərəkət etməlidir. Hərəkət etməlidir. Etməlidir. Sonra 3. Dedik ki, hansı ki elektrik sahəsi maqnit sahəsinə və ya maqnit sahəsi elektrik sahəsinə çevrilə bilir. Elektrik sahəsi xarakterizə edən fiziki kəmiyyət, intensivlik, yəni qüvvə xətləri, intensivlik xətləri. Maqnit sahəsinin yaratdığı qüvvə xətləri isə maqnit induksiya vektoru. Və bu zərrəciyin yayılma sürəti də V-dir. Bunlar üçü də bir-birində nə olmalıdır? Perpendikulyar. Y ilə B
eyni fazada rəqs edirlər. Eyni fazada rəqs edirlər. Bunlar arasında fazalar fərqi sıfıra bərabərdir. Arasındakı bucaq 90 dərəcədir. Amma fazalar fərqi isə sıfırdır. Yəni 90-dan 90 çıxsam sıfır edir. Tutaq ki, elektrik sahəsinin intensivliyi tutaq ki, sinus qanunla dəyişirsə, baba, onda maqnit sahəsinin yaratdığı induksiya vektoru xətləri hansı qanunla dəyişər uşaqlar? O da sinuslu. Bu da sinus qanunla dəyişər. Tamamilə doğrudur. Tərsinə, elektrik sahəsinin intensivlik xətləri kosinusla dəyişsə əgər, bax, məsələn, deyir ki, mənə, bax, Y ilə T zamana görə kosinus qanunla dəyişir. Elektromagnet dalğasında da bu. Onda B T ilə hansı qanunla dəyişər? Deyirəm, o da kosinus qanunla dəyişər. Eynidir. Bunlar arasındakı fazalar fərqi sıfıra bərabər. Və bunlar üçü də həmişə bir-birinə nədir? Perpendikulardır. Bəs elektromagnet dalğasının yayılma sürəti çox böyük sürətlə yayılır. İşığın vakuumda yayılma sürəti ilə yayılır. 3 vursun 10-8 metr bölü saniyə sürətlə yayıla bilir. Aha, bəs yaxşı. Bəs bunun istiqamətini necə tapırıq? Deyilir ki, tutaq ki, məndə bir dənə Y vektoru var. Baba, Y vektoru. Bir dənə də B vektoru var. B vektoru. Deyir ki, mənə indi, bəs bu tutaq ki, zərrəcik elektromagnet dalğası şüalandırır. Faktiki olaraq bunlar bir-birinə perpendikulardır. Bəs bu yüklü zərrəciyin istiqaməti hansı tərəfdir? Deyirsə ki, sağ əl qaydası. Sağ əl qaydası. Sağ əl qaydası. Sağ əl qaydası hansı şəkildədir? Sağ əli elə tut ki, 4 barmaq ən rahat üsul. Y-dən B-yə gəlsin. Sağ əl elə tutulur ki, 4 barmağım Y-dən B-yə. Bax, 4 barmağı Y-dən B-yə hərəkət elətdirsən, onda baş barmağım hansı tərəfə olur? Bizdən şəkil müstəvisinə doğru. Düzdür? Onda baba bu şəklin cavabı dairə içərisində X bizdən şəkil müstəvisinə doğru. Üstündə C hərfi. Hə, bu C nədir? İşığın vakuumda yayılma sürətidir. 3 vursun 18 metr bölü saniyə sürətlə yayılır. Aydın uşaqlar. İndi bizdə sürət də buna perpendikulardır axı. Elə ki 3 dənə oxda indi bunu belə göstərirlər. Aydındır? Yəni bizdən gedir şəkil müstəvisinə doğru. Başa düşdükmü? Problem var mı? Elə bir ki bu Y vektoru, B vektoru, bu C vektoru da bizdən şəkil müstəvisinə doğru gedən xəttdir. Məsələn, tutaq ki, dedik ki, zərrəciyin elektromagnet dalğası şüalandırır. Hansı hissədə zərrəcik elektromagnet dalğası şüalandırar? Bax, şəkil belə verib, baba. Hansısa bir testdə var idi buna aid sual. Baba, belə olsun. Baba, belə olsun. Bu zamanın T1 anında, bu zamanın T2 anında, bu da zamanın T3 anında. Hansı halda həmin o yüklü zərrəcik, yəni ya müsbətdir, ya da mənfidir. Fərqi yox. Dedik ki, hansı halda elektromagnet dalğası şüalandıra bilər? Hansı zaman aralığında? Sıfırdan T1'ə, T1'dən T2'yə də. Sıfırdan T1'ə, T1'dən T2'yə. Niyə? Dediniz tərcihli hərəkət etməlidir. T2, T3'də bərabər sürətlidir. Bəli. Elektromagnet dalğası şüalandıra bilməz. Əla. Başa düşdükmü? Harda? T2'də, T3'də. Şüalandıra bilər. Harda? Sıfırdan T1'ə və T1'ə T2'yə. Aferin. Başa düşmədiyiniz bir şey var mı elektromagnet dalğası ilə? Bunu da müəyyən edən alim Maxwell olmuşdur. Elektromagnet nəzəriyyəsini yaradan alim Maxwell. Aha. Gəldik, geçdik elektromagnet dalğası, dalğa uzunluğu. Yayılanda
dalga uzunluğu deyilən anlayış var da. Dedi ki, dalga uzunluğu. Bir rəqs periyoduna bərabər müddətdə yayılan dalğaya dalga uzunluğu deyilir. Onda elektromagnetik dalgasının dalga uzunluğu lambda bərabərdir S vurulsun T. Aha, bu olacak vakumda. Elektromagnetik dalgasının vakumdaki dalga uzunluğu. Vakum deyəndə artıq işığın C sürətinə yayılmasını yazmalıyıq. Və C vurulsun periyodun yerinə nə yazırsan? 2 pi kök altında LC. İfsi. Elektromanyetik dalgasının vakumda yayıldığı dalga uzunluğun düsturu. Bəs mühitdə desəydi, onda nə olardı? Lambda bərabərdir V vurulsun T olar. Aydındır. Aha. Bu hər hansı bir mühitdir. Olsun V vurulsun 2 pi yaza bilərik. LC. Aha. Bəs deyərik ki, bu vakumdadır. Vakumda işıq C sürətinə yayılır. Mühitdə isə işıq V sürətinə yayılır. Dalga, daha doğrusu dalga C sürəti ilə, dalga V sürətinə yayılır. Bəs fərq nədir? Harda sürət ən böyükdür? Ha? Elektromagnetik dalgasının sürəti ən böyük sürət vakumdadır. 3 vursun 18. Mühitdə olanı isə bilmirik. Dayan məsələdə tutaq ki, bizə vermir. Bəs bunları bir-birindən fərqləndirən fiziki kəmiyyət nədir? Hansıdır? Aha. Buna deyirik nə? Sındırma amsalıdır. Bəli. Bunları bir-birindən fərqləndirən hər bir mühitin özünün sındırma amsalı var. Yəni biz deyirik ki, işığın mühitdəki yayılma sürəti vakumdaki yayılma sürətindən azdır. Neçə dəfə azdır? Həmin mühitin sındırma amsalı dəfə. Məsələn, vakumda sındırma amsalı yoxdur, 1-ə bərabərdir. İstənilən mühitə keçdikdə artıq 1-dən böyükdür. 1,4, nə bilim, 1,8, 2, nə bilim neçə, aydındır, hər bir mühitin özünün sındırma amsalı vardır. Onda işığın, elektromagnetik dalgasının vakumdan mühitə keçəndə elektromagnetik dalgasının yayılma sürəti nə olur? Azalır. Neçə dəfə azalır? Sındırma əmsalı dəfə. Yəni sındırma əmsalı bir vahidi yoxdur. S bölünsün V'dir. Bəs dalga uzunluğuna görə desəm, eyni şeydir uşaqlar. Dalga uzunluğuna desəm, eyni şeydir. Bunda nə olacaq dalga uzunluğuna görə desəm? Lambda bərabərdir, nə olacaq? Baba, lambda bərabərdir. Lambda 0 bölünsün N olacaq. Elektromagnetik dalgasının yayıldığı dalga uzunluğu vakumdan mühitə keçəndə azalır. Mühitdən vakuma keçəndə deməli artır. Yaxşı, bir mühitdən digər mühitə keçəndə nə baş verir? Tezlik dəyişmir. Elektromagnetik dalgasının tezliyi və periyodu nə olur? Dəyişmir. Ona görə biz bunları bu şəkildə müqayisə edə bilirik. Yəni, işığın vakumda yayılma sürəti bu cür iki dənə sabitin bir-birinə vurulmasından alınır. Epsilon 0 bura bunun 0'dır. Bu biri maqnit sabitidir, bir də elektrik sabitidir. Və buradan alınır ki 3 vurulsun 10^8 metr bölünsün saniyədir. Və ya V bərabərdir S bölünsün kök altında epsilon vurulsun müdür. Yəni bu deyilir S bölünsün N. Mühitdəki yayılma sürətin düsturları. Deməli, elektromagnetik dalgası bir mühitdən digər mühitə keçəndə nə baş verir? Tezliyi və periyodu dəyişmir. Dalga uzunluğu və yayılma sürəti dəyişir. Vakumda mühitə keçəndə sürət azaldığına görə dalga uzunluğu azalır. Mühitdən vakuma keçəndə sürət artdığına görə deyirik ki, dalga uzunluğu nə olur? Artır. Aydın uşaqlar. Başa düşdük mü?
Bir çətinliğimiz var mı uşaqlar? Yoxsa davam edək. Dinmirsiniz də, nə? Deyirik ki, ən axırda radio rabitəni deyərik uşaqlar. Aha, bura qədər bəhs eləyək. Dedik ki, tutaq ki, elektromagnetik dalğası hamısı özləri ilə bir enerji daşıyır. Həmin dedik ki, elektromagnet dalğasının, belə deyək, elektromagnet şüalanmasının gücü, elektromagnet dalğasının gücü, belə yazaq. Elektromagnet dalğasının gücü. Dedik ki, P nəyə bərabərdir? Məsələn, adi bir gücdür də, gücün düsturunu deyirik. Normalda. A bölü T. P bərabərdir A bölünsün T. İndi burada enerjidən dedik elektromagnet dalğası yayılarkən özü ilə enerji daşıyır da, düzdür. Onda A bölünsün T olacaq da. Bir dəqiqə şu an. Aha. W bölünsün T olacaq. Gücün vahidi nədir? Watt. Ağla. Onda 1 watt elə burada deyirik. 1 watt bərabərdir 1 joule bölünsün nədir? Saniyədir. İndi tutaq ki, dalğa yayılır. Aha. Daha uzaq məsafələrə ötürmək üçün bizə nə lazımdır? Güc lazımdır, düzdür. Biz elə eləməliyik ki, baba, uzaqlaşdıqca, məsafə uzaqlaşdıqca, görürsünüz. Bunun intensivliyi nə olur? Uzaqlaşdıqca onun intensivliyi azalır. Yəni, baba genişlənir axı, düzdür. Deməli, deyirik ki, daha uzaq məsafə ötürmək üçün bizə enerji lazımdır. Və getdikcə də bunlar arasındakı məsafə artır. Onda bunun uzaqlaşdıqca sanki intensivliyi azalır. Onda bir şey meydana çıxır. Elektromagnet dalğasını dedik ki, şüalanma selinin sıxlığı, şüalanma intensivliyi. Şüalanma intensivliyi deyək ki, İ'dir. İ hərfi nəşr olunur. Şüalanma intensivliyinin çox olması üçün nə çox olmalıdır? Güc çox olmalıdır. Düzdür? Şüalanma gücü çox olmalıdır. Aha. Onda daha çox olması üçün dedik ki, baba bu konsentrik çevrələr sfera oxşuyur. Sferadır. Daha uzaq məsafələrə ötürmək üçün sferanın səthi kiçik olmalıdır ki, daha uzaq məsafələrə ötürə bilir. Böyük olanda azalır. Bu düstur I bərabərdir. P bölünsün S'dir. I burada nədir? I burada şüalanma selinin sıxlığı və ya şüalanma nəyi? Bax, 2 dənə adı var ha. Qarışdırdım. İntensivliyi. Aydındır. Şüalanma selinin sıxlığı və ya şüalanma intensivliyi. Çətin deyil. Vahidi də göz qabağındadır. Nəyə bərabərdir? I bərabərdir nəyə? 1. P nədir burada? Watt bölünsün metr kvadrat. Allah. Sadəcə burada P elektromagnet dalğasının gücü, S isə sferanın sahəsidir. Sferanın sahəsi hansı düstura tapılır? 4 pi kvadrat. Elədir. S bərabərdir 4 pi kvadrat. Allah. Onda
I beraberdir. P bölünsün 4 pi R'in kvadrat. Onda şüalanma intensivliği, şüalanma selin sıxlığı mesafe uzaqlaşdıqca azaldığına görə ters mütənasibdir. Kvadratı ilə ters mütənasibdir. Ha. İndi şüalanma intensivliyinin başqa bir düsturu. I bərabərdir. P'nin yerinə nə yaza bilərəm uşaqlar? P nə idi? Güc deyildi. Güc özü nəyə bərabərdir? Enerji bölünsün zaman. Enerji bölünsün zaman. Burada da S'dir. Bir de. Burada olsun S. I beraberdir. W bölünsün S bölünsün T. İndi göze bağlar. Dedi ki bakın. Dedi ki enerjini biz dəyişə bilərik də. Hansı düsturla dəyişə bilərik? Sizcə enerji sıxlığının düsturu vardı. Tanış gəlir sizə. Yavaş-yavaş gəlirik. Elektromagnetik dalğası da, elektromagnetik dalğasının da enerji sıxlığı var. Düzdür? Aha. Bax, o düstura gəlib çıxmaq istəyirik. Biz bilirik ki, enerji sıxlığı özü dedik ki, enerji bölünsün həcmdir. W bölünsün V'ye. Aha. İndi bax, buradan enerjini tapsaq, olacaq nə? Enerji sıxlığı vurulsun həcm bölünsün S vurulsun kiçikdir. Onda dedik ki baba V'nin yerine bu yaxşı bir düsturdur. I bərabərdir. Enerji sıxlığı V'nin yerine S vurulsun L yazsam bölünsün S vurulsun T. Onda bərabər sürətlə elektromagnetik dalğası yayılarsa, eyni sürətlə yayılarsa, omega vurulsun C olar. Çünki elektromagnetik dalğasının yayılma sürəti C sürəti ilə yayılır. Onda I bərabərdir. Omega vurulsun C. Omega burada enerji sıxlığıdır. Onda deyirik ki, şüalanma selin intensivliyi veya şüalanma selin sıxlığı enerji sıxlığı ilə necə mütənasibdir? Düz mütənasibdir. Aydındır? Bax, gördünüz hansı düstura gəldik, çıxdıq. Hələ düsturlar var ha, davam edirik. Bura qədər başa düşdünüzmü uşaqlar? Şüalanma selin sıxlığı və ya şüalanma intensivliyin düsturları. Bax, məşhur düsturda ən çox da qəbula düşən hissə, bax, indi deyəcəm. Burada nələr düşür? İndi biz ardıcıllığı gedərik. Bu aşağını silmirəm. Bu aşağı qalsın. Aha. Deməli, biz axırda tapdıq ki, I bərabərdir. Enerji sıxlığı vurulsun sürət. İndi biz enerji sıxlığının düsturunu yazdıq bayaq. Epsilon 0 elektromagnetik dalğası üçün. Y kvadratı bölü 2 plus dedik ki nədir? B kvadratı bölünsün 2 mü 0. Elektromagnetik dalğası yayılarkən zərrəcik necə hərəkət etməlidir? Təcilli hərəkət etməlidir. Düzdür? Onda dedik ki I mütənasibdir omega ilə. Omega mütənasibdir Y kvadratı ilə. Həmçinin də B kvadratı ilə. İndi bir dənə düstur vardı. Ta bundan əvvəl yazdıq. QY bərabərdir QBV. Lorentz qüvvəsinin elektrik sahəsi intensivliyi. Y bərabərdir nədir? B vurulsun V. Aydındır. Bunu buradan da müqayisə edə bilərik. Dedik ki onda aha. Bəlkə biz belə yazaq. MA bərabərdir QY. Hə, başlayır. MA bərabərdir QY yazaq. Və ya MA bərabərdir QBV.
Yəni eyni ilə A ilə Y, A ilə B mütənasibdir. Onda bunlar da A, Y ilə baba aşağıda yazıram. A mütənasibdir, Y ilə düz mütənasibdir. A mütənasibdir, B ilə. Əgər Y kvadratıdırsa, Y kvadratı da A kvadratı ilə mütənasib olar. Və ya B kvadratı da A kvadratı ilə mütənasib olar. Düzdür uşaqlar? A kvadratı artıq təcilin də tezliklə əlaqədar yəni elektrik dalğası yayılarkən hər hansı bir təcillə yayılır. Həmin təcilin də tezliklə əlaqədar 4 pi kvadratı, nü kvadratı vurulsun R deyildi. Onda olacaq nü üstü bu A kvadratı yüksəltsəm bunu, bunları da kvadrata yüksəltməliyəm. Düzdür? Bunlar nü üstü 4. Əgər nü üstü 4-ləndirsə 1 bölünsün lambda üstü 4. O da mütənasibdir. 1 bölünsün tab ayaq tapdıq R kvadrat. İfçi. Elektromagnet dalğasının şüalanma selin sıxlığı və ya şüalanma intensivliyi sferan sahəsi 1 bölünsün R kvadratı ilə tərs. 1 bölünsün lambda üstü 4 ilə də tərs. Amma nü üstü 4 ilə düz mütənasibdir. Bax, bu sual qəbula düşən sualdır. Başa düşdünüz, hardan çıxdı, hardan gəldi? Çıxması, hardan gəlməsi önəmli deyil. Əsas odur ki, düsturları yadda saxla. İndi baba bax, R-lə deyirik tərsdir. Lambda üstü qrafik olaraq tərsdir. Lambda üstü 4-lə, yəni lambda ilə tərsdir. Nü ilə də kvadratik qrafik olaraq belədir. Nü ilə də qrafik olaraq inşallah belədir baba. İndi mənə deyir ki, sualda R-i 2 dəfə artırsam, I necə dəyişər? 4 dəfə azalar. Lambdanı 2 dəfə artırsam, I necə dəyişər? 16 dəfə azalar. 16 dəfə azalar. Nü-nü 3 dəfə artırsam, I necə dəyişər? 81 dəfə artır. Bir dəfə artar. Aydındır. Başa düşdünüz inşallah. Bax, burada əsas məsələ bu idi. Bunun necə dəyişdiyini təyin etməkdir. Digərlərinin hamısının düsturlarını da dedik. Şüalanma intensivliyi də dedik. Şüalanma intensivliyi elə şüalanma selin sıxlığı deməkdir. Şüalanma intensivliyi enerji sıxlığı ilə düz mütənasibdir və buna görə də biz tapdıq ki, şüalanma selin sıxlığı və ya şüalanma intensivliyi R0 sahəsi ilə tərs, tezliyin 4-cü dərəcəsi ilə düz, dalğa uzunluğunun 4-cü dərəcəsi ilə tərs mütənasibdir. Deməli, biz bir dənə qaldı radio rabitə, indi onu da keçirik. Dedik ki, biz öyrəndik rəqs konturunu. Rəqs konturunda nə idi? Dəyişən elektrik sahəsi maqnit sahəsi yaradır. Əksinə dəyişən maqnit sahəsi elektrik sahəsi yaradır. Və dedik ki, rəqs konturunda elektrik sahəsinin rəqsləri, yəni gərginlik və elektrik yükü eyni fazada rəqs edir. Maqnitdə isə, yəni sarğacda isə cəryan şiddəti və maqnit seli eyni fazada rəqs edir. Elektromagnet rəqslərində, yəni rəqs konturunda həmişə cəryan şiddəti rəqsləri elektrik yükü rəqslərini və ya gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Bu həmişə belədir. Yadınızdan çıxartmayın. Dedik ki, rəqs konturunda cəryan şiddəti rəqsləri elektrik yükü və gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Bu da belə. Sonra dedik ki, gəldik, keçdik elektromagnet dalğasına. Elektromagnet dalğası dedik ki, vakuumda yayılır, ən böyük sürətlə yayılır, 3 vursun 10 sürəti ilə yayılır və dedik ki, zərrəciyin, hər hansı bir yüklü zərrəciyin elektromagnet dalğası şüalandırması üçün əsas şərtlər hansılardır? Zərrəciklər müsbət yüklü olmalıdır, təcillə hərəkət etməlidir və elektrik və maqnit sahəsinin qüvvə xətləri bir-birinə mütləq perpendikulyar olmalıdır. Bu zərrəcin yayılma sürətini tapmaq üçün Saral qaydasından istifadə olunur və elektrik və maqnit sahəsinin qüvvə xətləri arasında fazalar fərqi sıfırdır
və Y ilə B Y hansı qanunla intensivliyi hansı qanunla dəyişirsə elektrik sahəsi intensivliyi maqnit induksiya xəttləri də həmin fazada rəqs edir. Eyni fazada rəqs edirlər. Sonra dedik ki, gəldik keçdik elektromaqnit dalğasının şüalanma intensivliyi və ya şüalanma seli. İ hərfi ilə işarə olunur. Vahidi watt bölsün metrin kvadratıdır. Sferanın radiusu ilə tezliyin 4-cü tərs, dalğa uzunluğu 4-cü dərəcəsi ilə tərs, tezliyin 4-cü dərəcəsi ilə düz təsirdir və i ilə bərabərdir P bölünsün S düsturu ilə tapılır. Bura qədər yəqin ki aydındır. İndi keçək radio rabitə. Keçirik radio rabitə. Radio rabitə nədir? Bu bölməni bitirdik sağ-salama. Radio rabitə. 2 dənə prosesdir. O prosesi çəkirik, yekunlaşdırırıq uşaqlar. Dedik ki, radio rabitə nədir? İnformasiyanın elektromaqnit dalğası ilə ötürülməsi və qəbul edilməsi. Yəni biz informasiyanı ötürə bilirik və qəbul edə bilirik. Bunu biz nəyin vasitəsilə edə bilirik? Radio rabitə vasitəsilə. Demək, radio rabitə anlayışı iki anlayışdan ibarətdir. Verici istansiya, ötürmək, yəni verici istansiya. Bir də qəbul edici istansiya. Qəbul edici istansiya. Allah. Birinci biz baxırıq informasiyanın ötürülməsinə. Verici istansiyaya. Diqqətli olun. Verici istansiyada nələr baş verir? Bax, deyirik ki, bu bir mikrofondur. Mikrofonu belə göstərək. Aha. Dedik ki, naqil vasitəsilə ötürərik. Burada bir sarğac var. Aha. Və dedik ki, burada bir dənə aha. Belə bir şeydir. Ondan sonra ötürək bunu kondensatora. Buradan birləşdirək. Ümidvaram ki ilişdirmənəm arası. Sarğacdır. Burada. Bu nədir uşaqlar? Baba, bu çəkdiyim nədir? Baba, bu çəkdiyim indi nədir? Baba, bu çəkdiyim nədir? Aha. Deyil hələ. Bu qırmızı rənglə çəkdiyim nədir? Ha uşaqlar. Qırmızı rənglə çəkdiyim nədir? Burada deyirsiniz. Ha uşaqlar, bu qırmızı rənglə çəkdiyim nə idi? Hüccələri mən belə eləməliyim. Bu Hə. qırmızı rənglə. Onu Bu tərəf nədir? Bu nədir? Bu nədir? sarğacdır. Aha, bax bu nədir? Kondensator. Kondensator. Sarğac və kondensator nə adlanır? Sarğac və kondensator ikisi birlikdə nə əmələ gətirir? Bayaqdan mən deyirəm burada. Vay vay. Budur cəryan mənbəyi. Uşaqlar, sarğac birləşib kondensatora. Bu nədir? Bugün dərsimiz nə idi?
Bayaqdan mən nəyi izah edirəm? Elektromagnetik rəqslər ya da Nədir bu baba? Bu nədir? L var, C var. Nə adlanır bu? Hardan müşahidə olunur elektromagnetik rəqsləri? rəqs konturudur. Rəqs konturunda bir tərəfi sarğac, bir tərəfi də kondensator var da uşaqlar. Rəqs konturunda bu. Şükür Allaha. Aha. Cəryan mənbəyi. Bu da yerlə birləşmə deyirik. Torpaqlama. Bunu da gətirib birləşdirərik bura. Evet, qarışıq adında, yəni sizdə var tranzistor. Tranzistor. Aha. Bax, bu adlanır rəqs konturu. Şükür Allaha. Rəqs konturu. Axır ki bunu dedik. Rəqs konturu. Bu adlanır antena. Əla. Deməli, başladıq. Mikrofon. Yəni, mikrofon nə edir? Alçaq tezlikli səslər daxil olan səslərdir. Aha. Alçaq tezlikli səslər burada daxil oldu. Transformator nə edir? Bax, bu transformatordur. 2 dənə giriş və çıxış hissədən ibarətdir. Deməli, mikrofondan gələn səsləri, baba, burası olacaq transformatorun birinci dolağı, burası olacaq ikinci dolağı. Daxil olur birinci dolaqdan və elektromagnetik rəqslərinə sanki çevirir. Yəni, ikinci dolağa çevirir. İkinci dolağa daha doğrusu ötürür. Və biz alçaq tezlik səsləri qəbul edirik mikrofonla ötürülür birinci dolağa, bu elektromagnetik rəqslərinə çevrilir və ötürülür ikinci dolağa. Və rəqs konturu da yüksək tezlikli elektromagnetik rəqsləri buraxır. Rəqs konturunda yüksək tezlikli elektromagnetik rəqsləri göndərilir. Yüksək tezlikli rəqslər səs tezlikli rəqslərlə modullaşdırılır. Modullaşma prosesi nədir? Modullaşma prosesi yüksək tezlikli rəqslərlə alçaq tezlikli rəqsləri bir-birinə qarışdırmaqdır. Bəs yaxşı. Generator nə edir? Generator dediyimiz bu tranzistordur. Tranzistorun mahiyyəti nədir? Tranzistorun mahiyyəti bu prosesi, daha doğrusu dedik ki, bu yüksək tezlikli elektromagnetik rəqslərlə alçaq tezlikli elektromagnetik rəqsləri neynəsin? Daimi bu rəqsin sönməsinə elə ki imkan yaratmasın. Daimi onları gücləndirsin. Aydındır. Yəni, rəqsləri gücləndirmək üçün istifadə olunur. Bəs, dedik ki, indi bu proses nədir? Prosesi təzdən təkrar edirik. Alçaq tezlikli rəqslər mikrofonda ötürülür. Bax, burada o elektromagnetik rəqslərinə çevrilir. Birinci dolaqda bu transformatorun birinci dolağında. Elektromagnetik rəqslərinə çevrilib ikinci dolağa ötürülür. Rəqs konturu yüksək tezlikli elektromagnetik rəqslər istisal edir. Aha, tranzistor bu rəqslərin sönməsinə imkan yaratmır. Daha da onu gücləndirir. Və gücləndirilmiş rəqslər hara ötürülür? Antenaya. Amma biz hansı formada gücləndirilmiş rəqslər? Modullaşdırılmış, yəni qarışdırılmış rəqsləri biz antenaya ötürürük. Və tranzistorlu generatorda onun üçün istifadə olunur ki, yüksək tezlikli elektromagnetik rəqslərinə alçaq tezlikli elektromagnetik rəqsləri sönməsin. Daha da onları gücləndirsin və antenaya ötürsün. Aydındır. Prosesi başa düşdünüz. Bir də deyin. Əslində asandır. Deməli, mikrofondan alçaq tezlikli rəqslər gedir. Birinci dolağa ötürülür. Bu transformatordur. Transformatorun 2 dənə dolağı olur.
Birinci dolaqda o alçaq tezlikli rəqslər elektrik rəqslərinə çevrilir və ikinci dolağa ötürülür. Rəqs konturu dedik ki, yüksək tezlikli elektrik rəqsləri istisal edir və dedik ki, bu tranzistor deyilən anlayışda, bu tranzistor deyilən hissədə və ya tranzistor generator deyirik. Tranzistor generator bu modullaşdırılmış rəqsləri ötürür antenaya. Yəni bir sözlə deyək, burada modullaşdırılır bu proses. Və modullaşdırılmış rəqslər gücləndirilir və antenaya ötürülür. Antena vasitəsilə biz onu qəbul edərik. Amma bu proseslərin hərəsinin özünün bir qrafiki var. İstər cəryan şiddəti, istər gərginlik. Eyni anlayışdır. İ və U. İdən də, İ'nin də, U'nun da T'dən asılı qrafikini çəkə bilirik. Hansı ki, biz birinci çəkirik alçaq tezlikli rəqslər. Bax, bu alçaq tezlikli rəqslər üçün. Alçaq tezlikli. Hansı ki, alçaq tezlikli rəqslər dedik ki, nə olacaq? Yüksək tezlikli rəqslərlə modullaşdırılacaq. Onda bu olacaq yüksək tezlikli elektromaqnit rəqslər. Yüksək tezlikli elektromaqnit rəqslərin zamandan asılı qrafiki bax belədir. Buna deyirik yüksək tezlikli elektromaqnit rəqsləri. Və biz onu qarışdırmışdıq. Düzdür? Aha. Qarışdıranda nə baş verdi? Qarışdırılmış rəqslərə nə demişdik? Modullaşdırılmış rəqslər. Aydındır? Biz modullaşdırılmış rəqsləri biz ötürürük antenaya. Yəni modullaşma. Modullaşma nədir? İ'nin və ya U'nun fərqi yoxdur, ikisinin də. T'dən asılı qrafiki modullaşdırılmışdır da, modullaşma qarışdırılma deməkdir. Sonra təzədən ötürüləcək. Elə bil ki, sönmək istəyəcəklər. Rəqs sönmək istəyir, amma tranzistor generator buna imkan yaratmır. Buna deyirik modullaşma prosesi. Bax belə. Bax, alçaq tezlikli rəqslərin zamandan asılı qrafiki, İ'nin, U'nun, T'dən asılı qrafiki belədir. Yüksək tezlikli elektromaqnit rəqsləri baba bir sözlə bu şəkildə yayılır. Hansı ki, bu rəqs kontrolunda yayılır. Modullaşdırılmış elektromaqnit rəqsləri, tranzistorlu generator vasitəsilə modullaşdırılmış elektromaqnit rəqsləri antenaya göndərilir və antena vasitəsilə bu verici stansiyanın prinsipləri idi. Verici stansiyalarda nələr var idi? Mikrofon, transformator, rəqs konturu, antena, tranzistorlu generator, bir də cəryan mənbəyi. İndi keçirik biz qəbul edici stansiyaya. Qəbul edici stansiya. Allah. Qəbul edici stansiya nə edəcək? Birinci, elektromaqnit gələn o modullaşdırılmış rəqsləri qəbul edərik. Aha. Qəbul edəndən sonra artıq proseslər baş verir. Biz bunu rəqs konturundan kökləməliyik. Bu işarə nəyi bildirir? Dəyişən elektrik cəryanının olmasını bildirir. Baba, dəyişən elektrik tutumu. Aha. Bu rəqs konturudur. Ötürərik mikrofona tutardı, getdi. Burada da bir dənə rezistor var. Aha. Buna deyirik detektə etmə. Yarım keçirici diod. Detektə etmə. Buna deyirik dəyişən tutumlu rəqs konturu. Rəqs konturu.
Bunun tutumu C1 olsun. Bu C1 dəyişir həmişə. Bunun tutumu C olsun. Bu sabit qalır. Ifsi. Gəl prosesi başdan deyək. Bu antenadır. Antena. Deməli, antena vasitəsilə biz qəbul edirik. Hansı rəqsləri qəbul eləyəcəyik? Modullaşdırılmış rəqslər. Modullaşdırılmış rəqslər, bax, antena vasitəsilə biz qəbul etdik. Deməli, biz bunu ötürərik rəqs konturuna. Rəqs konturu həmin o, necə ki, yüksək tezlikli və alçaq tezlikli rəqslər var idi, onları başlayacaq bir-birindən ayırmağa. Ayırır və onu kökləyir detektə etməyə. Bax, qəbul eləyir rəqs konturunda. Rəqs konturunda yüksək, bu deyir ki, bu yüksək tezliklidir, bu alçaq tezliklidir. Və göndərir nəyə? Yarım keçici dioda. Yarım keçici diod nə edir? Ümumiyyətlə, bunları pulsasiya edir. Çünki yarım keçici diod bir istiqamətli elektrik cəryanını bir istiqamətdə keçirdir. Bir istiqamətli keçiriciliyə malikdir. Yəni, deyir ki, bu sənin yüksək tezlikli rəqslərin, bu da sənin alçaq tezlikli rəqslərin. Və detektordan keçən səs tezlikli rəqsləri hara göndərilir? Hamarlamaq üçün kondensatora göndərilir. Kondensatordan bu hissə kondensator rolu oynayır. Kondensator dedi ki, hamarlayıcı rolunu oynayır. Hamarlayıcı. Və artıq biz səs tezlikli rəqsləri hamarladıq. Hamarlanandan sonra hamarlamaq yəni süzmək deməkdir də, süzgəc. Süzgəc. Süzgəcdən keçirilir. Və səs tezlikli elektromagnetik rəqsləri səs siqnalına çevrilir. Qutardı getdi. Prosesi davam edirik. Təzdən deyirəm. Biz modullaşdırılmış elektromagnetik rəqsləri antena vasitəsilə qəbul edirik. Göndəririk dəyişən tutumlu rəqs konturuna. Rəqs konturunun tutumu dəyişir. Biz köklüyürük bunu. C1 tutuma malikdir. Biz bunu köklüyürük yarım keçirici dioda. Yarım keçirici diod bunları ayırır. Bizə lazımdır səs tezlikli rəqslər. Yüksək tezlikli elektromagnetik rəqsləri ilə səs tezlikli, yəni alçaq tezlikli elektromagnetik rəqsləri bir-birindən ayırır. Ayırandan sonra göndərir kondensatora. Sabit tutumlu kondensatora. Sabit tutumlu kondensatorda bunu süzür. Və biz artıq, bu da elektrik rəqslərini yaradır da, bu rezistor onun üçün. Və artıq biz mikrofonda bu səs tezlikli rəqslərini ötürür, artıq elektromagnetik səs siqnallarına çevrilir. Proses yekunlaşdı. Verici və qəbul edici stansiya. Məsələ burasındadır ki, biz bunu daha uzaq məsafəyə kökləyə bilərikmi? Bəli. S vurulsun kök altında, yox. 2pi vurulsun. 2pi vurulsun kök altında. L, S. Onda daha uzaq məsafəyə kökləməyimiz üçün bu S1 olsun. S1'in tutumunu artırmalıyam. Veya S1'in lövhələrini epsilon 0 S bölünsün D. Dielektrikdən doldurmalıyam. Aralarındakı məsafəni azaltmalıyam. Aydındır, daha uzaq məsafələrə göndərməyim üçün. Başa düşdük uşaqlar. Problem var mı? Xeyr, yoxdur mənim. Elektromagnetik dalğasında, mexaniki dalğada olduğu kimi, dedik ki, mexaniki dalğada dedik ki, səsin maniyədən əks olunaraq qayıtması əks adı adlanır. İndi elektromagnetik dalğası vasitəsilə də, elektromagnetik dalğası vasitəsilə də biz obyektə qədər gedib məsafəni təyin edə bilirik. Həmin o dalğanın obyektə qədər gedib çatıb qayıda bilmə məsafəsini biz təyin edə bilirik. Bu üsula deyirik radiolokator. Yəni, qısa dildə desək, radar.
Həmin o məsafə L bərabərdir elektromaqnit dalğası dedik ki, vakuumda C sürəti ilə yayılır. Həmin məsafə L bərabərdir CT bölünsün 2 üstünlüyə tapılır. Elektromaqnit dalğasının növləri. Bəzən deyirik elektromaqnit dalğasının növləri, elektromaqnit dalğasının şkalaları hansılardır? Başladıq. Radyo dalğa. Sonra alçaq tezlikli dalğalar. Bunu da yazın. Alçaq tezlikli dalğalar. Radyo dalğa, rahat işə gedən uşaqlar rentgenə qaçdılar. Ha? İnfraqırmızı. Şüalanma. Aha, şüalanma. Görünen ışığı. Aha, Ultraviyole şüalanma. Röntgen. Gamma. aha, ultraviyole şüalanma. Rentgen şüalanması. Bir de gamma şüalanması. Hamısını yazdıq. İndi görünən işıq şüaları da 7 dənə rəngə ayrılır. Düzdür? 1, 2, 3, 4, 5, 6, 7. Hansı ki Kırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, benimşey. mavi, göy, bənövşəyi. Qırmızı, narıncı, sarı, yaşıl. Karı nenenin sarı yaylığı mecliste görüp beğendi. Ay sağ. Qarı nənənin sarı yubkası məclisə gələnlər bəyəndi. Qarı nənənin sarı yubkası məclisə gələnlər bəyəndi. Mavi, göy, bənövşəyi. Bənövşəyi. Allah. Bunu yazmaqda məqsəd nədir? Bax, birincisi yazdıq alçaq tezlikli dalğalar. Yəni, tezliyi ən az olandır. Deməli, aşağıdan yuxarı qalxdıqca tezlik azalır. Bunda dalğa uzunluğu artır. Əks proses. Yuxarıdan aşağı düşdükcə tezlik artır. Onda dalğa uzunluğu azalır. Ən çox elektromaqnit dalğasının tezliyi gamma şüalanmasıdır. Dalğa uzunluğu ən azdır. Radyo dalğalarda əsasən də bu alçaq tezlikdə o qədər də göstərilmir. Radyo dalğada dalğa uzunluğu çox, tezliyi azdır. Eyni şeyi biz bunun üçün də deyə bilərik. Görünən işıq şüaları üçün dispersiya hadisəsində məsələn. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Dalğa uzunluğu ən çox olan qırmızıdır. Onda tezliyi ən azdır. Onda bənövşəyinin tezliyi ən çoxdur. Dalğa uzunluğu ən azdır. Bu da oldu elektromaqnit dalğasının şkalası və növləri. Başa düşdünüzmü? Bir problem var mı uşaqlar? Bir çətinliyiniz varmı? İndi nəyi başa düşmədiniz? Deyək. Bundan sonraki mövzu inşallah dəyişən cəryan olar. Allahın izni ilə dəyişən cəryanı bitirəndən sonra artıq keçərik işıq hadisələrinə. Sualınız var mı uşaqlar? Bir çətinliyiniz, bir sözünüz var mı? Xeyr, benim yok. Bugünkü dərsimiz bura qədər uşaqlar. Yəni, bu geniş bölmə olduğuna görə hamısını dedik ki, bitirək. Şükür Allah hamısını izah elədik. Bir sualımız yoxdursa, dərsimiz bura qədər. Özünüzə yaxşı baxın. Nə sualınız olsa deyin, əlimizdən gələn köməklik eləyərik.